Hər kəsə salam. Mən vacib bir məlumatda çatdırmaq istəyirəm. Hal-hazırda çox narahatçılıq içindəyəm. Çünki vurğuladım da, mənim 2 övladım var, az yaşlı. 1 yaş 11 ay qızım var. O hələ süd içən körpədir. Yəni o anaya ehtiyacı var. Həmçinin oğlum. Oğlum bu problemlərdən yəni sarsıntı keçmişdi. Nitqi tutulmuşdu. Mən ona müəyyən yerlərə müraciət elədim və o təzə başlayıb danışmağa. Halbuki 5 yaşına keçibdi. İndi düzəlir. Atam zəng elədi yoldaşıma. Yoldaşım bizə gəlmişdi. Telefonu mənə verdi ki, atamla danış. Atam dedi ki, sən mənə şər böhtan atmısan, sən məni xalqa başqa tərəfdən tanıtmısan, məni təhqir eləmişsən. Amma mən orada heç bir təhqir eləməmişəm. Heç bir söyüş, təhqir, şantaj, böhtan və əziz xalqım, özünüz görürsünüz. Mən orada heç bir şər böhtan etməmişəm. O deyir ki, sabahları səhər tezdən mən polisə şikayət edəcəm. Sabah cinayət işi açılsın, səni tutturacam. Mən ondan gözləyirdim, desin ki, qızım, üzürlü say, mən indi kimi səni maraqlanmamışam. Sən bu həddə çatmısan. Sən sırası belə video paylaşmamısan ki, mən səni attım bloka, saymadım, narahat olma. Mən sənə qalmağa yer verərəm, şərait düzəldərəm. Gəl bizdə qal. O öz adresini də məndən gizlədir. O öz ünvanını da. Mən şəxsən əgər bilənlər varsa onun adresini bilmək istəyərəm. O bir söz var, ata ocağı, ata evi. Mən ata evim 26 ildir bilməmişəm haradır. Biblərim də qeyd edir ki, mən güya yalan danışıram, səhv eləyirəm. Qardaşları da, qardaşı da tərəfini saxlayacaq. Amma mən hal-hazırda yoldaşım da qaynatamı yoldaşıma öz oğlunu salıb çölə ki, belə məlumat paylaşılıb deyə. Yəni vəziyyət budur ki, bütün Azərbaycan xalqımla, mənim dəyərli, gözəl xalqım, mən çox biz yetimçiliklə böyümüşəm. Anam da videoda çıxış edib ki, mənim alimentimin çox hissəsi verilməyib. Müəyyən işlərdə işləyib, oradan da pul düşürdü, gizlədilib, verilməyib. Bir dəfə məndən maraqlanmayıb, məktəbim. Hətta mən xəstələnmişdim bir dəfə. Anam 41 dərəcə qızdırmada, anam zəng elədi atama ki, uşaq vaxtı, Lalə 41 dərəcə qızdırmadır, gəl uşağı gör, birdən ölüb eləyər, bir şey olar. Ancaq o dedi ki, mənə xoş xəbərlər çatdır, mənə bədbəd xəbərlər çatdırma. Öz qızının xəstəliyinə belə fikir bildirdi. Buradan hər kəsdən xahiş edirəm, çox xahiş edirəm. Məni şantaj edirlər ki, sabah səni tutacam, mənim uşağım var, mənim övladlarım var, hər yerdə paylaşılsın. Onun uşaqları yer, içir, kefdə böyüyüblər, müəyyən yaşa çatıblar. Çox xahiş edirəm ki, məni şantaj edirlər ki, sabah həbs eləyəcəklər, ki, məni tutacaqlar. Hər kəs bunu paylaşsın, xalqımdan, xalqımın məmurlarından, böyüklərdən yardım istəyirəm, kömək istəyirəm. Mənim başıma oyun gətirmək istəyirlər. Mənim az yaşlı övladım var. Xahiş edirəm, hər kəs bunu paylaşsın. Lazım gəlsə saytlara da paylaşsın ki, ata öz qızını həbs elətdirmək istəyir. Nə var, qaynatası salıb çölə, ondan müvəqqəti öz evi tikilib hazır olana qədər müvəqqəti qalmağa yer istəyir deyə. Xahiş edirəm, hər kəs bunu paylaşsın. Xalqımdan dəstək gözləyirəm. Mənim uşaqlarımın yetim qalmağına mən razı deyiləm. Mən özüm yetim böyümüşəm. Hər kəs paylaşsın, hər kəsdən kömək istəyirəm. Sağ olun.